İllər əvvəl izlədiyim bir film yadıma düşüb bugün səbəbsiz yerə. Narayama dağı. Hansı ki bir romandan uyarlanıbdı. Yazarın adını tələffüz eləyə bilmirəm deyə deməyəcəm, amma Google-lasanız onsuz da çıxır. Mövzusundan çox təsirlənmişdim. Çünki ailə bağları, fədakarlıq, insan təbiəti, adət-ənənələr, adət-ənənələrin qəddarlığı və əsasən o filmdə yadımda qalmasının səbəbi oradakı nənənin çox möhtəşəm belə deyim, aktyorluq qabiliyyəti var idi. Çox şirin bir nənə idi. Və iki film çəkilib əslində. Mənim baxdığım versiyası və təsirlədiyim versiyası səhvimsə 1983-cü ildə çəkilmiş versiyasıdır, hansı ki Qızıl Palmiya mükafatına layiq görülüb. Belə bir belə deyim, əfsanə var ki, Yapon əfsanəsi daha doğrusu hesab olunur. Çünki əslində belə bir adət-ənənə olmadığı deyilir. Amma bir tərəfdən də bu haqda, bu ənənə haqqında, adət-ənənə haqqında roman yazılıb və film çəkilib. Yəni hər nə qədər həqiqətə uyğundur bilmirəm, amma əmin olduğum tək şey odur ki, roman uyarlanmasıdır bu film. Deməli, 19-cu əsrdə Yaponiyanın dağ bölgələrində qıtlıq, kasıblıq olan zamanlarda Yaponlar yaşlanmış valideynlərini aparıb Narayama dağına qaldırıb, öz çiyinlərində qaldırıb o dağa qoyurlar. Yanlarına bildiyim qədər çox az azuqə aparıb qoyurlar. Yəni daha doğrusu tərk eləyirlər, ölümə tərk eləyirsən. Bunun da səbəbi o yaşlı insanların artıq ailələrinə yük olması səbəbindəndir. Və yük olduğu üçün ailəyə çox vaxt bu, məsələn, kinodakı adamı kövrəldən hissəsi o idi ki, buradakı yaşlı nənə özü bu adət-ənənəni qəbul eləmişdi və yük olmaq istəmirdi artıq ailəsinə. Və bu mövzuda müzakirələr gedirdi. Məsələn, qaydaya görə, təxmini yadımda qalıb, yəni nəzərə alsaq ki, çox uzun illər öncə izləmişdim, amma bu hissəsi məsələn yadımda qalmışdı ki, qaydaya görə yaşlanan insanın, yəni 70 yaşına çatmalıdır və bütün dişləri tökülmüş olmalıdır. Və bu nənənin də bir dənə dişi qalmış olur ağzında. Oğlu ilə həmişə bu mübahisəsini aparır ki, yəni mən apardım Narayama dağına və oğlu deyir ki, səninlə bir dənə dişin də qalıb. Yəni oğlu istəmir əslində bunu eləmək. Anasını sevir, anası da sevilməyəcək kimi bir qadın deyil. Və nənə gedir, orada öz dişini özü qopardır. Nəysə, bu bölümləri yadımda qalıb. Və oğlan artıq qəbullanır, həm adət-ənənədir, həm ana özü istəyir, həm bir növ məcburiyyət var, çünki keçinə bilmirlər. Və belində anasını Narayama dağına qaldırır, onların oradakı həm dialoqları, həm susqunluqları çox ağır şəkildə təsvir edilib. Bu film, yəni düşünürəm ki, daha doğrusu düşünə bilmirəm, sevdiyim demək olar ki, ən sevdiyim filmlərdən biridir. Yapon, özəlliklə klassik Yapon filmlərini sevirsinizsə, məncə buna baxmış olarsınız. Amma belə çox da haqqında danışılan film deyil. Başqa nə deyə bilərəm deyə düşünürəm. Yəni başqa bir şey deyə bilmərəm. Sadəcə olaraq insanın məcbur qalsa, təbiət qanunları, real həyat, həyatın qəddarlığı, bizi məcbur elədiyi şeylər, insanın təbiəti, insanın çıxılmaz durumda qalanda nələr eləyə biləcək. Çünki Yaponlarda bilirsiniz ki, onsuz da valideynlər çox dəyərlidir. Yəni filmdə də olsa görürük ki, anasını çox sevir. Amma yenə də məcbur qalır, belə çox ağır filmdir həqiqətən. Və fikirləşirsən ki, belə bir bizə çox uzaq gəlir, amma düşünəndə ki, o dönəmdəsən, belə bir adət-ənənə var və məcbur qalırsan bir növ adət-ənənələri də qırmaq onsuz da asan bir şey deyil. Təsəvvür edin ki, sevdiyiniz valideyninizi, ananızı məsələn aparıb dağa qoyursunuz, onu ölümə tərk eləyirsiniz. Yəni öldürməkdən daha pisdir. Yəni və o insanlar özün üçün də empatiya qura bilmirsən ki, yaşlanmısan, dağın başındasan, ətrafda heç nə yox, qurd, quş sənə hücum eləyir, yeyirlər və yox olursan. Maraqlı düşünürəm ki, mövzusu var.
İki versiyası var. Dediyim kimi mükafat alan versiyası 1983-cü ildəki, hansı ki mən də onu izləmişəm, digərini izləməmişəm. Bu qədər. Benim yorumlamam bu kadar. O video baxmısınız bu arada. Həmişə nəysə video çəkəndə o yadıma düşür. Dəhşət çox sevirəm o videonu. Deyir, başörtüsü kurban olduğum tarafından gönderilmiş olabilir. Ve lakin ki öyle değildir. Benim yorumlamam bu kadar.